Azərbaycan faciəsi ilə Tağıyevin ailəsinin faciəsi birləşirlər bir yerdə. Əgər Tağıyev kimi böyük adamla danışırsansa, o zaman böyük söz deməlisən. Təsəvvür edin, Bakıda Erməni kənd deyilən böyük bir ərazi var idi. Gələdin, dedim, mənə çörək ver. Bunu Rusca deməsəydin, sana çörək verən olmazdı. Qəzet yoxdur, məktəb də yoxdur. Lövhə vura bilərik ki, bu binanı Ağa Musa Nağıyev tikdiribdir. Falanın zirdə bu məqsəd üçün tikdiribdir. Yoxdur. Kaş ki, Sisiyanovun da abidəsi qalaydı. Mən aparardım nəvəmi deyərdim ki, bax, bu Sisiyanov var ha. Bizi işğal eləyən ordunun başında bu gəlibdir. Universitetdə oxuyanda ilk dəfə eşitdim. O vaxta qədər Tağıyev kimdir, kim olub, nəçi olub. Onu da hardan eşitdim? Bunun rəhmətli qızı bizim institutda işləyirdi, kitabxanada işləyirdi. Deyirlər ki, bu Tağıyevin qızıdır. Hamımız da belə baxırdıq, mən də o cümlədən Tağıyev kimdir ki? Çünki bizə Tağıyev haqqında heç bir məlumat verməmişdilər. Bu kimdir? Tağıyev deyirlər, milyoner olub, yaxşı olubdur. Nəysə üstündən keçdi. Bu təqribən 1 il işlədi, bəlkə 2 il işlədi. Sonra təqaüdə çıxdı, getdi, daha görünmədi. Ondan sonra Tağıyev haqqında mən mərhum Əjdər İbrahimovun 2 filmi dalbadal çəkildi. 26 Bakı komissarı və Ulduzlar Sönmür. Biri o hemen komisarlar hakkındaydı, biri Nəriman Nərimanov hakkındaydı. Orada Tağıyev obrazı vardı. Orada mənim diqqətimi cəlb elədi. Xüsusən maarifçilik yönü, mən də müəllim olacağım üçün mənim çox diqqətimi cəlb elədi. Daha sonraki illərdə yavaş-yavaş artıq Tağıyev haqqında bəzi məlumatlar yayıldı, amma çox az idi. Əsas məlumat genişliyi bu bizim müstəqilliyi qazandığımızdan sonra baş verdi. Bunlar qarşıma çıxdıqca mən çox maraqlandım və o Tağıyevin keçdiyi yol bir növ Azərbaycanın o Rusiyanın işğalından ta o Sovet dövrünə qədər olan təqribən 100 illik bir dövrüyle tanış oldum. Belə qərara gəldim ki, mən Tağıyevin obrazında həm də Azərbaycanın bu bir əsrlik ən çeşməkeşli, ən qalmaqallı, ən gizlin, ən qəribə, yəni deyəcəyimiz sözlər çoxdur. Bunların hamısını əhatə edeyim və beləliklə də o başlandı belə bir şey. Tamamilə doğrudur. Tamamilə doğrudur. Birincisi onu mən bir sırrı açım, həm oxucularımıza, həm sizə. Sara xanımın vəfatı o romanda təsvir edildiyi kimi Natəvanın heykəlinin yanında olmayıbdı. Sara xanım evində. Amma Sona xanım orada vəfat edibdi. Hacı Zeynalabdin Tağıyevin eyni şəkildə var. Mən biraz onu obrazlı şəkildə ifadə eləmək üçün, yəni bu talelər bir-birini davam etdirir, bir yerə birləşir, yəni qaçılmaz hala gəlir. O mənada bunları biraz birləşdirmişəm. Amma o ki qaldı, bunların o tarix muzeyinin qarşısına gəlməsin. O biraz da dediğiniz kimi simvolikdir. Nədir simvolik? Baxın, Hacı Zeynalabdin Tağıyev tarixi şəxsiyyətdir. Onun tikdiyi bina, yani yaşadığı ev, indi nədir? Azərbaycan tarixi muzeyidir. Azərbaycan tarixi. Yəni Hacı Zeynalabdin Tağıyev və onun qarşısında dayanan Azərbaycanın tarixi. Sona xanım, Sara xanım gəlirlər, o Azərbaycanın keçdiyi həm öz həyat yollarına baxırlar, həm də bir növ Azərbaycanın elə bir o keçən yolda işıq salırlar, projektor salıb o yolu baxırlar. O bina bir növ Azərbaycanın həm adı ilə Azərbaycan tarixi muzeyidir, həm də simvolik olaraq Azərbaycanın tarixidir. Və bundan sonra buraxılmamağı da, oraya girə bilməmələri, kənardan baxa qalmaları. Bu özü bir növ simvolik verilibdir və həqiqətən də elə idi. Yəni. Bizim Azərbaycan tarixi haqqında hələ bilmədiyimiz o qədər çox sirlər var ki, o qədər şeylər var ki, əlimizdə minlərlə, bəlkə 10 minlərlə tarixə dair əsərlər var, amma yenə də tariximizi bilmirik. O evə girə bilmirik hələ. Hələ girə bilməmişik. Hələ onun astanasındayıq biz. Çox qəribə bir şey deymişsə, fakt. Demək, Azərbaycan tarixi 5 cilidlik, o vaxt Sovyet MK, Sovet İttifaqı Komünist Partiyası və SSR Nazirlər Sovetinin bircə qərarı ilə Azərbaycan tarixi adlı kitab yazmaq qərarı alınıb.
Sonra muharebe başlayıb, amma müharibənin başlamasına baxmayaraq o kitab üzərində iş davam etdirib. 5 cild Azərbaycan tarixi yazılıb. Nazım bəy təsəvvür eləyin, o kitabın yazanlar, redaktorları, tərtibçiləri içərisində demək olar ki, bir nəvə Azərbaycanda yoxdur. Hamısı qeyri-millətlər və xüsusən də ermənilərdir. Demək, bu günləri bizim oxuduğumuz tarix ermənilərin bizə yazıb verdiyi tarixdir. Ona görə bizdə həm sosial şəbəkələrdə, həm elmi konferanslarda falan çoxlu mübahisələr çıxır. Tarixi şəxsiyyətlər haqqında, tarixi hadisələr haqqında. Mən biraz da o sahəyə işıq salmaq istəmişəm o məsələdə. Pərvanə az yaşayır. Amma yaşadığı o ömrü mənalı yaşayır. Eşqi üçün yaşayır. Onun üçün onun başına dolanır. Ateşin başına dolanır. Sonra qanadını da ateşdə yandırır, sonra özü də o ateşdə yanır. Mən Tağıyev doğrudur. Tağıyev bir mənbələrdə 75 il, o birində 101 il yaşadığı bilinir. Amma tarixi sənədlərdə 75 il, 76 il. Yəni 1838 aya 40-cı illərdə doğulduğu, 23-cü ildə də vəfat etdiyi göstərilir. Amma 75-76 ildə az ömür deyil və onun bütün bu ömrü bir növ pərvanə ömrü kimi olubdur. Yəni öz xalqını, onun inkişafı, mədəniyyəti üçün təsəvvür eləyin. Ölkəsi işğal olunub, heç bir hüquq qalmayıb millətin, savadı sıfır dərəcəsində, onu idarə edənlər tam bambaşqa yad ellilərdir falandır. O burulğandan, o bataqlıqdan çıxmaq üçün yol lazımdır. Bu yolu axtarır. Amma özü də məktəbdə oxumadığı üçün, özünün də təhsili buna yol vermədiyi üçün biraz çaşbaş vəziyyətdədir. Ona görə həyatında biraz ziddiyyətlər də vardı onun. Yəni düz belə prospektlə gedən kimi bir yol getməyibdi. Onun da düşən, qalxan vaxtları, yerləri olubdu. Və ən sonunda da Azərbaycan faciəsi ilə Tağıyevin ailəsinin faciəsi birləşirlər bir yerdə. Onu da inşallah qismət olarsa trilogiyanın son kitabında işləməyi nəzərdə tuturam, bəzi materiallar var. Bu mənada Tağıyev çox ibrətamiz insandır. Birinci kitab təqribən o dövrdən, Azərbaycanın işğalından ta Şeyx Şamil hərəkatının məğlubiyyətə uğramasına qədər olan bir dövrə əhatə edir. Böyük Qafqazda Şeyx Şamil dayanıb onların qarşısına alırdı qismən, tam hakimiyyəti əldə edə bilmirdilər. Onun məğlubiyyəti ilə artıq o Qafqaz tam düşmən qəvi, talih zabun halına düşdü. Trilogiya bizim ədəbiyyatımızda az rast gəlinən şeydir. Amma belə bir qismət düşdü, bilmirəm. İndi oxucuların nətər deyir, o mühakiməsinə verilir. Onlar nə cür qarşılayacaq, bəyənəcəklərmi, bəyənməyəcəklərmi, bəyənsələr nə gözəl. Trilogiya dediyin hər 3 kitab ayrı-ayrılıqda müstəqil bir kitabdır. Amma bunların o ümumi xətti birdir. Məsələn, necə kitabın adı Pərvanə ömrüdür, 3 kitabın da ümumi adıdır. Amma hər kitabın da ayrı-ayrı adları vardır. Çünki ayrı-ayrı müstəqil kitab kimində onu oxuya bilirsən. Yəni birini oxudun, məcbur deyilsən hamısını oxumaq. Amma hamısını da oxuyarsansa nə gözəl. Valla kitab yazılanda mənə danlayanlar da olurdu. Bu qədər niyə yazırsan, bu qədər qıssa elə, falan elə. Bilirsiniz, hər şey dərddən asılıdır. Böyük dərdi 5-6 cümlə ilə ifadə eləmək olmur. O sözümün əvvəlində dedim ya, Azərbaycanın 100 illik bir dərdi vardı. Mən bu biri 100 ili hələ demirəm. O Sovet dövründə demirəm. Çarizm, çar dövründə olan o 100 illik bir dərdi vardı. Bu dərdi danışmaq lazımdır. Bu dərdli də deyir, nə olur? Danışqan olur da. Elə deyil. Mən zənn eləmirəm ki, kitab yox. Çünki indiyə qədər kitabı oxuyanlar hamısı çox sürətlə oxuyublar. Oxuyurlar və belə görsənlər ki, bilirsiniz nədir? Böyük adamlar haqqında kiçik söz demək doğru deyil. Əgər Tağıyev kimi böyük adamla danışırsansa, o zaman böyük söz deməlisən. O deməyi bacararsanmı, bacarmayasanmı, bu məsələnin ayrı tərəfidir. Amma Tağıyev haqqında kiçik söz demək də olar, böyük söz demək də olar.
Tağıyev bizim 19-cu 20-ci əsr tariximizin elə bir nümayəndəsidir ki, bu onun şəxsində, onun ətrafında olan digərləri. Çox qəribə, çox ziddiyyətli bir dövrdür o dövr. O dövrü aşmadan bugünkü nəslə keçidən yolu başa salmaq olmur. Aça bilmirsən. Bu qədər biz tarix kitabı oxumuşuq. Məsələn, mən ilk dəfə bu arxiv sənədlərini işləyərkən rast gəldim ki, demək ermənilərin bura Qafqaza, xüsusən də Azərbaycana və Bakıya gətirilməsinin altında məqsəd vardı. Bu ermənilərə söz verir ki, Rus imperiyası, sizə Böyük Ermənistan quracağım dənizdən dənizə. Bakını da sizə paytaxt edəcək. Baxın, bütün proseslər bunun üzərində gedir. İstər gəlir çıxır 1905-ci il Erməni-Müsəlman müharibəsi, ondan sonraki dövrlər Sentrokaspi hökuməti, 26 Bakı komissarları və s. və ilaxır, bütün o Erməni-Müsəlmanlar arasında gedən müharibə hamısının nəyin üzərindədir? Hətta sonraki dövrlərdə Azərbaycanı buradan Qazaxıstana köçürtmək belə Sovet dövründə. Yenə həmin o planın bir tərkib hissəsi idi. Buranı boşaltmaq, müsəlmanları buradan qırıb qutarmaq və yaxud qaçırtmaq, o torpaqları ermənilərə vermək ki, tam arxayınçılıq olsun. Bir növ özlərinə bufer zona düzəldirdilər. Amma sonra baxdılar ki, ermənilər də biraz da daha çox ağ elirlər, o bizim el arasında deyilən söz kimi, biraz ondan əl-ayağını yığmağa məcbur oldular. Və Allah elə bir plan qurdu ki, bunlar özləri çıxıb getdilər. Çox qəribə bir şey oldu. Bizim 19-cu əsrdən əgər söhbət edirsə, 19-cu əsr 20-ci və yaxud 21-ci əsr deyildi ki. O zamanın həyatı, istər Bakının həyatı olsun, istər Gəncənin olsun, istər Azərbaycanın başqa, hamısının həyatı eyni, təqribən eyni idi. Mənim babam danışırdı onu. Deyirdi, Zulfiya o vaxtları Ruslar Rus-Türk müharibəsində, Osmanlı-Türk müharibəsində əsirlər gətirirlər. Gətirilmişlər Zulfiya, Zulfada təqribən elə olmuş ki, bir ay qatar gözləmiyor. Çünki qatar indiki kimi hər gün gedib gəlmirdi. Ayda bir dəfə gəlmiş. O əsirləri Rusiyaya aparmaq üçün onları Zulfada buraxırlar, onların içində bir alim olur. Din alimi, çox məşhur. O da başlayırdı söhbət eləməyə, bunun şöhrəti yayılır sürətlə. Təsəvvür edin, Naxçıvandan dəstə düzəldirlər, bir dəstə mötəbər şəxslər. Gedirlər o həmən jandarma kimdirsə o komandanı, onun yanına ondan icazə alırlar ki, zamin olurlar ki, icazə verin, bunu aparaq bizdə söhbət eləsin. Alıb gətirirlər, bir həftə Naxçıvanın müxtəlif məscidlərində bu söhbət edir. Söhbət edən gedir. Söhbət İslamın əxlaqi dəyərlərindən gedir, imanından gedir, ibadətin hikmətlərindən gedir, İslam alimlərinin həyatlarından gedir, İslam alimlərinin baxışlarından gedir. Yəni bizə dini o qədər belə dar çərçivədə göstəriblər ki, belə nağıl kimi təqdim ediblər. Bizim də onu eşidən kimin ağlımıza o gəlir. Çünki təbliğat da onun üzərində gedibdir. Bütün Sovet dövründə təbliğat dini gözdən salmaq üçün olubdur. Halbuki Xristiyan dini də, istər Yahudilərin dini də, İslam dini də, hamısı bir ayağı əxlaqın üzərində duran bir anlayışdır, bir dünya baxışıdır, görüşdür, ilahi təlimdir. O baxımdan da mən o kitabda da onu o şəkildə verməyə çalışmışam. Çünki başqa insanların toplanacağı yer yoxdur ki, hara toplanacaqlar? Ya bir-birlərinin evinə qonaq edirlər, orada toplanırlar. Məsələn, orada himmət məsələsi var, himmət. Himmət məsələsi bizim əxlaqımızda çox dərindən kök salmış bir hadisədir. Himmət dediyin, yəni toplaşıb bir xeyriyyə işi üçün pul toplayıb, o xeyriyyə işini görmək üçün atılan addımın adıdır da xeyriyyə, himmət. Məsələn, o bizdə sonralar unudulan bir şey olub. Bunu təzdən həmən o Hacı Zeynalabdin Tağıyev, Aşurbəyovlar falanlar, onlar bunu yenidən diriltməyə çalışıblar və nə qədər böyük çətinliklər göstəriblər. Onlar hamısı həmən o söhbətlərin, o toplantıların, o dərdləşmənin, dərdi ifadə etmənin meyvələridir hamısı. Bakı, bilirsiniz nə tərəf? Bu əslində fakt. Demək, İranla münasibətlərdə və Osmanlı ilə münasibətlərdə, hərbi münaqişələrdə təqribən 90 min erməni gətirilib Qafqaza.
90 bin. Bundan çox da ailəli gəliblər bura. 90 bin ailəni gətirməkdən məqsəd nədir? İmperiya genişlənir, bir əli ilə Qafqazı tutur, bir əli ilə Avstriya, Macaristan müharibəsi aparır, bir əlini gözünü tikibdir Orta Asiya, oranı işğal eləyəcəkdir. Yermakı göndərib Sibiri, bunun adamı yoxdur, adam satmır buna. Adam satmadığı üçün buna etibarlı adamlar lazımdır. Etibarlı adam kimdir? Eyni Hristiyan dininə mənsub olanlar. Ona görə əvvəl İrana müraciət edirlər ki, bizə bir 40 min erməni ver. O da deyir 40 min mən verəm, çünki 40 mini versəm, mənim iqtisadiyyatım çökür. Bugün dünyanın əhalisi ilə təsəvvür edən bir 200 il bundan əvvəlin dünyası eyni əhali o qədər deyil axı. 40 min çox böyük rəqəmidir. Osmanlı yenə elə. Bunlar müharibə, girişlər müharibə və müharibə əsasında. Buradan artıq müharibə olandan sonra məcburən qaçmalar var, köçürülmələr var. Falan var. 90 min insan gəlir. 90 bini yerləşdirmək lazım. Hara ki bunlar üçün strateji əhəmiyyət daşıyır ora. Məsələn Gürcüstana, məsələn Azərbaycana, Xəzər boyuna, xüsusən də Bakıya. Təsəvvür edin, Bakıda Erməni kənd deyilən bir böyük bir ərazi var idi. İndi bu gənclər onu bilmirlər, amma bizim tələbə vaxtımızda mən elə o Erməni kənddə oxumuşam, xarici dillər üstündə. Erməni kənd adlı böyük bir ərazi var idi. Bunlar özlərinin gücü çatmadığı üçün bütün o işçi qüvvəni, yəni neft sənayesinə xüsusilə ağırlığı ermənilərə vermişdilər. Ermənilər bunların əvəzinə işləyirdilər, neft çıxardırdılar, neft daşıyırdılar, falan edirdilər, satırdılar, gəlirini də imperiyaya ödəyirdilər. Həqiqətən də elə idi yəni. Məsələn, statistik rəqəmlər var, 19-cu əsrin ortalarına qədər Bakıda müsəlman əhali 70% təşkil edir. 70-dən də hələ biraz artıq. 1840-50 arası keçir, birdən-birə müsəlman əhalinin sayı azalır. Düşür 40%. Təsəvvür edin, 40-42% müsəlman olur. Qalanları digər xalqlar olur. İrandan gələnlər var, onlar da düzdür müsəlman sayılırlar, amma yerli əhali deyirlər. Yahudilər var, Ruslar var, Ermənilər var, başqa İngilislər var, kimlər var ki var. Hər şey var. Amma Azərbaycandan sıxışdırırlar, onların sayı azalır. Bir tərəfdən onların da məcbur olub köçürlər buralardan. O təzyiqə dözə bilmədən köçənlər var. İran arasında köçürlər, Osmanlı dövlətin arasında köçürlər. Rusiyaya, Avropaya, ora-bura gedənlər var. Bir tərəfdən də əhali azalmağa başlayır. Təbii azalması gedir. O yandan da digər dinin mənsubları çoxalır. Yəni bu olan tarixdə olan faktlardır bunlar. Tələbi olanda, yəni 1967-də mən universitetə qəbul olunmuşam, 72-də qurtarmışam. Bu proses, yəni təsvir etdiyim prosesdə eyni ilə ta 90-cı illərə qədər davam edib, sonra arada bir kəsilmişdi, bugün yenə davam edir. Yəni Bakıda, Bakı əhalisi Rusca danışmağa özünün bir üstünlüyü hesab edirdi. Üstünlüyü hesab edir və hamur, məsələn, gələrdin dedim, mənə çörək ver. Bunu Rusca deməsəydin, sənə çörək verən olmazdı. Mənə 1 kilo yağ ver, bir zorab ver. Rusca deməsəydin, sənə satıcı baxmazdı da. Baxmırdı da. Yəni bu şişirtmə falan zad deyil ha. Bu bizim yaşadığımız, mənim nəslim, bizim nəslin yaşadığı hadisədir. Gələ Rusca deyəsən. Yəni Azərbaycanca danışmaq o Mirzə Cəlilin bir felyetonunda var. Deyir ki, Rəfiq, как-то стыдно, когда образованный человек по-татарски говорит. Yəni aslında bilirsən, Tatarca danışmaq, yəni bizim indiki Türkçədə danışmaq insanın savadsızlığının əlamətidir. Bu mənada. Yəni belə hər kəs özünü belə hesab eləyirdi. Yüksək təbəqədən və yüksək təbəqədə Azərbaycan dilində danışmamalıdır. Rusca danışmalıdır. Çox təəssüf edirəm ki, bugünkü axın da eyni şeyə gəlir çıxır. Təzədən bu bir də təkrarlanmağa doğru gedir. Ona görə mən orada bəzi obrazları Rusca danışdırmağa məcbur oldum. Çünki adam Azərbaycanca danışmır. Rusca danışır. Erməninin bəzi o ifadələri var romanda. Elə şeylərdə ki, onlar öz erməniliklərini ifadə eləməlidirlər də, o xarakterik xüsusiyyətlərini ortaya qoymalıdırlar. Orada onu bir ədəbi
üslub kimin erməncə verməyə məcbur olmuşam. Məncə pis olmayıbdı, bilmirəm oxucularla. Erməni dilində ifadələr. Bir də erməninin Azərbaycan şivəsində danışması. Bəli, bir də o vardı. Onlar da var. Mesela Xorem var orada, o daşıyan Xorem öyle danışır. Veya başkaları, Razmik var, o var falan var. Onlar hakikaten de öyleydi yani. Bu triloji dediğim gibi 3 yere bölünmüştür. Yani 3 kitaptı. Birinci kitap 1850, 1860, 10 ile əhatə eləyir. Birinci kitap. Yani Düşmən Qəvi, Tale Zabun adı altında 2 cilt təqdim olunur. Bu 10 ilin hadisələridir. Soruşa bile niye o 1000 sayfaya təqribən gedib çıxır? Çünkü hadiseler o kadar mürekkep ve ziddiyetlidir. Onları aşmadan üzünden kesebilmirsən. İkinci kitap, Həlalin şərti adı Qadın Gülərsə adlanır. Niye Qadın Gülərsə adlanır? Çünkü 1860'dan, 65'ten başlayır, 1901-ci il Qız Məktəbinin açılışına kadar olan dövrə əhatə eləyir. Qız Məktəbinin açılışı. Yani ikinci kitapta Hacı Zeynalabdinin əsas diqqəti məktəb açmağa, xüsusən də qızların oxumasına. Çünki mesela orada indi açmaq istəmirəm bəzi şeyləri, qabaqlamaq istəmirəm. Mesela qadın həkimi olmadığına görə ailəsinin başına gələn faciələr var. Təkcə özünün deyil, başqalarının da. Qadın müəllim olmadığına görə, qadının savadsızlığa məhkum edildiyinə görə cəmiyyətin çəkdiyi böyük bəlalar var. Və bunları o dərk edir, görür. Buna, həm də bunu ona başa salanlar var. O adlarını saymaq istəmirəm, maraqsız olmasın deyə. Bu bütün diqqətini o istiqamata yönəldir artıq. Teatr, qəzet, məktəb, xalq maariflənsin. Təsəvvür eləyin, 1875-1877-ci illər 2 il Əkinçi qəzeti çap olunur. Əkinçi qəzeti 2 ildən sonra dayandırılır, məcburan. Təzyiqlərə dözə bilmir, dayandırır. Və 1903-cü ilə qədər Azərbaycan dilində heç bir qəzet çıxmır daha. Düzdür, Kəşkül adı çəkilir, onlar bir-iki nömrə çıxır, bağlanır, onlar da bağlanır. Olmuyubdur. Qəzet yoxdur. Məktəb də yoxdur. Teatr gəlir. Teatrda əsər yoxdur. Başlayırlar Rus və Avropa yazıçılarının, dramaturglarının əsərlərini tamaşaya qoymağa. O da bir başqa bəla olur başımıza. Yani bununla bütün bu şeylerin içerisinde Aziz Zeynalabdin Tağıyev ve onun etrafındaki olan ziyalı təbəqə çalışırlar ki, bu bataklıktansa. Çünkü yegane yol məktəbdir. Sen o məktəbi aşmasan, xalqı təhsilə cəlb eləməsən, maarifləndirməsən, buradan çıxış yolu yoxdur. Ona göre de o biraz ikinci kitap o məsələlərə aiddir. Bence tam fərqinə varmamışıq. Fərqinə varmamışıq desəm ədalətsizlik olar. Çünkü fərqinə varan çoxlu ziyalılarımız var, çoxlu insanlarımız var. Ama tam mənada bu sözü təəssüf ki, deyə bilmirik. Bizim əlimizdən bizim mənəvi dəyərlərimiz alıblar. Bir milləti kölə halına salmaq üçün bunu mən demirəm. Bunu bütün o tarixən bildiyimiz nə qədər dahi şəxslər var. Onların yazılarında, onların bizə buraxdığı irslərdə də öyrənirik. Bir milləti kölə halına salmaq üçün, bir milləti yer özündən silip yok eləmək üçün 2 amil lazımdır. 1, dilini əlindən alasın. 2, dinini əlindən alasın. Bu ikisini onun əlindən aldın mı, o xalq yoxdur daha. Yoxdur belə bir xalq. Biz bunun ikisini de itire gəlmişik. Və bu gün də hələ tam itire çatmamış. Mesela mən çox istəyərdim ki, bizim nəsillərin tərbiyəsinə böyük təsir göstərəcək. Bəlkə səhv edirəm, bilmirəm. Bunu tamaşaçıların mülahizəsinə verirəm. Və aidiyyəti dövlət orqanlarına da bir növ sizin kamera vasitəsilə müraciət edirəm. Bakı şəhərində çoxlu tarixi abidələr var. Mesela Ağa Musa Nağıyev hədəf qoymuşdu ki, 100 mənzil tikəcək, 100 bina tikəcək. Bina ha, elə bugün bizim gördüğümüz o spişka qutuları zadı yox. Bina. Bunu 98'de tikmək ona nəsib olubdu. İkisine ömrü satmayıbdı. O 98 binanın heç olmasa yarısını bu günləri biz bu Bakıda gəzən,
bir lövhə vura bilərik ki, bu binanı Ağa Musa Nağıyev tikdiribdi. Falanıncı ildə bu məqsəd üçün tikdiribdi. Yoxdur. Hacı Zeynalabdin Tağıyev bu binaları tikdiribdi. Yəni biz keçəndə baxıb heç olmasa bilək ki, bu bina nə binadır, kim tikdiribdi? Biz bunları da bilmirik. Əksinə, bazen traktörün qabağına qoyub söküb atırıq, heç fərqi nə var böyle şey. Nəyi söktük? Halbuki hər daş, hər addım torpaq bir tarixdir. O da hər daşın, hər torpağın üstündə, üzərində bizim əcdadlarımızın izi vardı. Bunlara elə belə laqeyd baxmaq olmaz axı. Biz gələcək nəsillərə tariximizi öyrətməsək, həqiqi tariximizi, ermənilərin yazdığı tarixi yox. Tariximizi öyrətməsək, dilimizi öyrətməsək, biz bu xalqın gələcəyə gedəcək yolunda çox böyük maneələr qoymuş olur. Çünki təsəvvür eləyin, 20-ci əsrin əvvəlində Molla Nəsrəddin jurnalı çıxır. Molla Nəsrəddin jurnalını Misirdən başlayıb ta Tataristan, indiki Tataristan ərazisinə qədər, Orta Asiya, Balkanlar, oralara qədər hamı oxuyur. O eyni zamanda oradan gələn qəzet jurnalları da burada oxuyurlar və anlayırlar bunları. Amma bugün biz az qala Səməd Vurğunu belə az qalmışıq lüğətlə oxumağa. Biz o irsi itiririk, o dili itiririk. Biz mesela Füzuli'nin bir beytinin üzerinde oturup belki bir saat danışa bilərik. Bir beytinin üzerinde. Belki bir saat danışmaq olar. Niye? Çünkü o kadar derin o sözler, orada işlediğin ifadeler o kadar derindir ki biz o derinliğin içerisinde özümüzü böyle okeanda üzür kimi hissedirik. Bir defa düşsem böyle gölməçədə böyle. Neyse, okeandan çıkıp gölməçəyə düşmüşük. Tağıyevin hayatında böyle bir epizod vardı. Əbu Turab vardı Azərbaycanda. İndi o Mərdəkanda dəfn olunub və Hacı Zeynalabdin Tağıyev də vəsiyyətinə görə onun ayağının altında dəfn olunubdu. Yəni ona yaxın. Niyə? Hacı Zeynalabdin Tağıyev bir dəfə bir Quranın Yasin surəsinin təfsirini dinləyəndə orada bir yerdə hər şeyin Allah'tan gəldiyini və hər şeyin Allah'a geri dönəcəyini falanlı belə bir şey. Ondan sonra çıxana ikisi qalanda deyir ki, ağa, indi mən bu qədər sərvət yığmışam. Bu qədər milyonsuyum, hər yerdə Avropada mülklərim var, Rusiyada mülklərim var, İranda varımdır, nə bilim, orada, burada. Bunların hamısını Allah məndən alar. Axı, mən bunları dişimlə, dırnağımla qazanmışam. Mən bunları haram yolla qazanmamışam. Niyə alsın ki məndən? Orada bunların arasında çox qəribə bir hikmətli söhbət gedir. Ben o söhbətin hamısını açmayacağım. Çünki kitaba maraq itər. Orada Əbu Turab o deşi alar. Verən kimdirsə, o alar. Çünki mal da, mülk da, övlad da hamısı Allah Teala'nın bizə buyurduğu kimin bunlar bir imtihan vasitəsidir. Mal nədir ki? O mal zaten olmadan dünyaya gəlirsən, paltarsız maltarsız. Paltarsız da dünyadan gedirsən. O mal zaten hamısı dünyada qalır. Sənə heç nə qalmır burada. Yəni onu alması sənə niyə bu qədər qəribə gəlir? Ona görə də Hacı Zeynalabdin Tağıyev rəhmətli deyilənə görə o malı dövləti əlindən gedəndə, müsadirə olunanda eləyəndə çox onu belə ağır qarşılamayıbdı. Bəlkə ailə üzvləri də çox üzülüblər, çox stres keçiriblər, belə nətər deyim o ruhi şeylərə düşə biliblər. Amma Tağıyev yox. Çünki Tağıyev o həmişə düşünübdü onu. Çünki Allah bunu verib, bir gün məndən bunu alar. Niyə alar? Çünki mənim xətama görə, qüsuruma görə və olmasa belə imtihan vasitəsi olaraq alar ki, hamısından aldı. Yəni oturub belə boş-boş vaxtlara keçirməklə olmur. Biz 10 milyonluq xalqıq, Nazım bəli, 10 milyon. 10 milyonu məsələ bir gündə gənclərin keçirdiyi vaxtı hara keçirdiyini gözümüz önünə gətirək. Bir hissəsi ki, futbol meydançasında bağırır, çığırır. Heç ona dəxli yoxdur. Nə bilim, Bavariya ilə, nə bilim, Havariya oynayır. Bunun sənə dəxli vardı. Orada özün yırtır, tökür, dağıdır. Çünki o içindəki boşluğu doldurmalıdır bu. O dolmalıdır o. Onunla doldurur o. Və yaxud ki, çayçıda ayrı bir başqa, nə bilim, kart oynayır, domino oynayır, nərd oynayır, neyini. Axı bu ömrü sən bir də yaşamayasın, əzizim. Bu ömrü sən bir də yaşamayasın. 75 yaşım var, geriye baxanda belə, elə bir əlbəki 3 gün yaşamışam bu dünyada.
Belki hala bir gün yaşamış. Getdikcə ki, o müddət qısalır. O ömrü sənə Allah veribdi, onu sən çayçılarda, nə bilim, o bağlarda, parklarda, restoranlarda keçirmək üçün deyil. Düşünmək üçündür. Təhlil aparmaq üçündür. O ki, romanda o şeylərə çox toxunurlar orada. Və sən düşünmək, Allah sənə beyin veribdir. Sən heç nə düşünmürsən. Sən istəyirsən ki, başqaları düşünsün. Sonra da şeysən ki, bu filan kəslər niyyədir? Onlar daha çox şey kəşf edir, biz kəşf eləmirik. Kəşf eləməyə sən çalışdın, kəşf eləmədin. Sən nəyi kəşf eləməyə çalışdın ki, kəşf eləyə bilmədin? Nətər olur əcdadlarımız Möminə xatun kimi bir məqbərə tikə bilirlər. Bunları kəşf eləyəndə bunu düşünüb kəşf edir. Düşünmədən necə kəşf eləyəsən? Sən düşünmürsən axı. Demək ki, biz özümüzdən gələn nəsillərə düşünməyi öyrətmirik. Biz düşünməyi öyrətməliyik. Həm ailədə, həm cəmiyyətdə, həm fərdi olaraq. Düşünmək, tədqiq eləmək, araşdırmaq. Bir şeyi eşitdin, falan yerdə falan şey yazmışdılar. Ya yazılan şey doğru deyil ki. Bizdə bu kəsirlər vardı. O nöqsanlar vardı. O da bizim biraz Sovet dövrünün o əzbərçilik metodundan gəlir. Hər şeyi əzbərlə, əzbər bil, bu olacaq elm. Xeyr. O elm deyil o. O hafizədir. Bizim prezidentimizin bir sözü var. Neft kapitalını insan kapitalına çevirək. Çok büyük sözdür ha bu. Hakikaten. Sadece neft kapitalı değil ha. Hansı kapitalı götürürsen götür. Eğer bir halk elinde olan kapitalı insan kapitalına çevirebilirse o artık zengin halktır. Neft kapitalını biz insan kapitalına çevirmeye bacarmalıyıq. Onu ne cür çevirəcəyik? Bunun yolları başka. O barədə oturup başka bir danışmaq olar. Bunun üzerine belki mükalime aparmaq olar. O ayrı söhbətdir. Ama birinci növbədə biz elimizde olan imkanlardan insan yetiştirmeye yönelmeliyiz. Elimizde ne var? Bugün 5 manat var. O 5 manatı insan yetiştirmeye yöneltmeliyiz. Biz elimizde olan kapitalı insan kapitalına çevirmeyi bacarsaq, bu da elə prezident deyip hamımız dönüp prezidente ki o çevirsin, onlar olmur ya. Bütün halk, bütün insanlar hamısı bunun üzerine düşünmelidir. Neyniyək ki, elimizde, mesela ben ailenin başçısıyım. Bu günləri mənim cibimdə deyək ki 100 manat var. Bu 100 manatın neçəsi mənim ailəmin bugünkü ehtiyacını ödəmək üçündür. Qalanını mən neyniyim ki, bu insan yetiştirmeye yönelsin. Biz uşağımızın elinden yapışıp bir kitap magazinini aparsaq, sonra bir tiyatro aparsaq, o bir gün bir hakiki güzel tamaşaları elə qarşımıza çıxan hamısına yox. Güzel filmlərə, mesela akşamlar oturup onlarla belə ailə ilə bir kitabı müzakirə eləsək, bir qəşəng söhbətlərə üçün. Bunları eləmədikcə biz o dediğiniz o şeye servete yönelebilmeyeceğiz. Neft akacak gidecek, neftten başkaları istifade edecek. Biz de oradan bize düşen 5%, 10%, 15% neredeyse o faizi alıp gündelik ihtiyaçlarımızı ödeyeceğiz. Birinci, ben herden tecrübe edeyim, oturup böyle o belgesel filmler var ya, bakırsan ki adam götürüp kamerasını, maşınını gidip mesela Afrika'nın çölünde 3 yıl, 4 yıl, 5 yıl orada bir tısbağanın hayatını çəkir, müşahidə eləyir. Qardaş, o adam heyrət eləyirsən. Ben bir dəfə birine rast gəldim Naxçıvanda. Bizdə Batabat dağı var məşhur. Gedirdim ben o tərəfə. 2 nəfərdə bir qoca Rus arvad oturmuşdu. Məndən soruşdular bazı şeyləri. Ben de bunlara biraz qırıq-mırıq Rusça izah eləyirəm. Mən də dedim, siz nə yaxşı Batabata gedirsiniz? Dedi ki, biz öğrendik ki, sizin Batabat'ta bir kəpənək növü var. Onu biz təzə kəşf eləmişik. Gedirik o kəpənəyi öyrənək. Ben biraz əvvəlcə belə çox heyrətlə baxdım. Dedim, bunların arasında 70, 80, 90 yaşı var. Bir kəpənək öyrənir. İşin gücü yoxdur səni. Ama sonralar, yaşa dolduqdan sonra aya düşdüm ki, bəli, insan həyatı elə olmalıdır. Bizim mənəvi qaynaqlarımızda nə deyir? Beşikdən məzaracan oxu, öyrən deyir. Adam məzaracan öyrənir daha. Ki oradan durup gelip Rusya'nın harasına
Naxçıvanın bata-batına qalxacaq. Orada kəpənəyi öyrənəcək. Biz o kəpənəyi tutub öldürürük. Heç fərqinə də varmır. Söhbət ondan gedir ki, biz tədqiqat aparmağı, öyrənməyə vərdiş eləməliyik. Vaxtımızı belə boş-boş seriallara, boş-boş oyunlara, boş-boş bizə heç bir faydası olmayan o qədər işə sərf edirik ki, vətənimizə, torpağımıza, millətimizə sərf eləməyə bir saniyəmiz belə qalmır. Birincisi, mən hər hansı bir tarixi abidənin yıxılması, dağılması, uçulmasının əleyhinəyəm. Mənim şəxsi fikrimdir. Razı olanlar da ola bilər, olmayanlar da ola bilər. Kaş ki, Sisiyanovun da abidəsi qalaydı. Mən aparardım nəvəmi, deyərdim ki, bax, bu Sisiyanov var ha. Bizi işğal eləyən ordunun başında bu gəlibdir. O da maraqlanan giderdi Sisiyanovun haqqında bir öyrənərdi. O Sisiyanov haqqında öyrənəndə Bakının işğalını, Gəncənin işğalını, Cavadxanın qətli filan onlar da öyrənmiş olacaqdı. Və yaxud dediyiniz o, həmən o abidələr. Niyə abidələrə biz usturuq? Mən onu anlaya bilmirəm. Bu şey ki, bizim keçdiyimiz yolda attığımız addımların izləri də bunlar. Bunları niyə uçurduruq? Niyə dağıdırıq? Amma dediniz ki, dağıdıblar, bəli. Bu gəlib, bu xoşuna gəlməyib. Sovet hökuməti gəlib, çardan qalanları dağıdıb. Komünist partiyası gedibdi, yerinə müstəqil dövlət gəlib, indi oradan qalanların bəzilərini dağıtmışıq, neyləmişik. Bunlar doğru hərəkət deyirlər. Heç biri doğru hərəkət deyil. Ona görə də mən fürsət bunu vermişkən, mən bu fikrimi də gənclərə xüsusunu çatdırmaq istəyirəm. Tarixi abidələri dağıtmaq yox. Tarixi abidələri öyrənmək lazımdır. Kimin abidəsi orada olsun? Məsələn, Naxçıvanda bir kilsə vardı. O kilsənin üstündə 3 əlifba ilə kitabə vardı. Birinci kitabda biri Rusca idi, biri Ermənicə idi, biri də Ərəb əlifbası ilə, yəqin ki, o vaxtımızda. O vaxt onu mən oxuya bilmirdim. Ruscasını oxurdum, orada yazmış ki, bu kilsənin ərazisi erməni icmasına ibadətlərini icra etmək üçün Ehsan xan Naxçıvanski tərəfindən hədiyyə edilmişdir. Nə deməkdir bu? Bu o deməkdir ki, bu torpaq bizimdir. Bu torpağın sahibi də Ehsan xan idi o vaxtları. Və Ehsan xan erməni icmasına bir nətər də bugünkü şeylərlə xoşgörülü deyirlər. Xoşgörülü davranıb, deyib ki, siz də bizim əhalimizsiniz. Siz də ibadət etməlisiniz. Buyurun, mən sizə torpaq verirəm. Gedin orada kilsə tikin və ibadətimizə davam edəyin. Ne güzel bir şey. Biz o kilsəni uçurtduq. Amma erməni, heç olmasa o kitabələri saxlayaydıq. Heç olmasa onlar muzeydə qalaydı. O da qalmadı. Niyə uçurdursan bunu? Uçurdursan, bari bunu, ola bilər bir binadır. Çatlayar, nə bilim, himi köynələr, uçmaq təhlükəsi qarşısında qalar. Uçmağa məcburən onu söyməli olarsan. Amma onu sökəndə də onun o tarixi nəyi varsa, onların hamısını qorumaq bizim borcumuzdur. O baxımdan da Bakıda da elədir. Məsələn, 26'lar bağı var idi. İndi 26'lar bağının yerində güzel bir şeydir. Orada deyirlər 26 Bakı komissarlarını yatıb dəfn ediblər. Mən şəkillərini görmüşəm. Özü, mən Anadolu'ndan çox qapaqlar olan bir şeydir. O da bir tarixdir. Çəmbərəkənd qəbristanlığı. Park salmışdılar. Sonra 20 yanvar şəhidlərini getirib bura dəfn ediləndən sonra o Çəmbərəkənd qəbristanlığı öz əvvəl şeyinə qayıtmış oldu. O cür şeylər çoxdur yəni. Pərvanə ömrü trilogiyanın ümumi adıdır. Yəni hər 3 kitab Pərvanə ömrüdür. Amma hər 3 kitabın da ayrıca adı vardır. Düşmən qəvi Talezabın 1-ci kitabı. Qadın gülərsə 2-ci kitab. 3-cü yana adı yoxdur. O da olacaq, değil mi? Bu bizim 100 illik tariximizin bir növ salnaməsi kimi düşünürəm. Böyük iddiadır bu. Mən ona o iddia layiq özümü hiss eləmirəm, amma əlimdən gəldiyi qədər indi yazıram da. Yəqin ki, başqaları da alacaq, daha gözəllərini yazacaq, daha dərindən tədqiq edəcəklər, daha samballı əsərlər ortaya qoyacaqlar. O öz şimdi, mən əlimdən gələn budur. Bunu qoyuram. Məqsədim nə idi bu kitabda, yazmaqda? Son nəticəyə gəldiyim məqsəd bundan ibarət. Birinci, Hacı Zeynalabdin Tağıyev və onun əhatəsində olan
bizim milli burjuaziyanın tanıtmaq, onların o gaye, xəyal deyirlər, bu gün ideal deyilir də biz ona. Onların ideallarını təqdim eləmək və orada nə qədər nail olublar bu gaye, xəyallarına, bunu təqdim eləmək. İkinci də Azərbaycan xalqının Gürcüstandan, Türkmensaydan sonraki ta komünistlərin hakimiyyətinə qədər olan təqribən 100 illik tarixinin bəzi səhifələrini tanış eləmək. Məqsəd bundan ibarətdir. Nə qədər nail olmuşuq, nə qədər nail olacağıq, onu deyə bilmərəm. Bizimkilər oxumaqdan qorxmasınlar. Bizim xüsusən gənc nəsil heç oxumurlar, belə. Oxumaqdan qorxmasınlar, oxusunlar. Bizim biri internetdən oxumaq başqa şeydir, kitabdan oxumaq başqa şeydir. Təqribən 50-60 yaşına qədər Cəlil Məmmədoğlu'dan felyetonlarım təqribən əzbər bilirdim. Hansını desəydi əzbərə deyə bilərdim. İndi də biraz yaşlanmışam, bazıları yaddan çıxıb gedibdir. Açırsan kitabı belə, bir cümlə oxuyursan, bu cümlə sənə tutur. Əlində qələm olur mütləq, onun altında belə cızırsan. Geçirsən o biri səhifəyə. Orada bir dənə, iki dənə yenə bir fikrə rast gəlirsən, səni tutan. Onun da altını cızırsan falan edəcəm. Ona görə oxumağa tənbəlli eləmək lazım deyil, oxumaq lazımdır. Çox oxumaq. Çox oxumaq da adamı donçixotlaşdırır. Ona görə biraz oxuyub, biraz əməl eləmək. Oxuyub, əməl eləmək daha yaxşıdır. Çox sağ olun ki, mənə belə bir fürsət verdiniz. Bu fürsətdən istifadə edib mən də içimi, hisslərimi, duyğularımı ifadə etmiş oldum. Eğer çok baş ağrıttımsa ona göre de hakkınızı alırlar. Sağ olun. Özür istedim. Oldu. Sağ olun.